yaşadığınız panik atak ola bilər. Panik atak real təhlükə olmadığı halda qəfil başlayan çox güclü qorxu və narahatlıq halıdır. Bu hisslər sadəcə beyində deyil, eyni zamanda bədəndə real fiziki reaksiya yaradır. Ürəyin sürətli döyünməsi, tərləmə, titrəmə, sinədə sıxılma, baş gicəllənmə, ağızda quruluq və s. Bəzən insan nəzarəti, huşunu itirəcəyini, hətta öləcəyini düşünə bilər. Bəs bu zaman bədə nə baş verir? Orqanizm savaş ya da qaç funksiyasını işə salır. Adrenalin artır, ürək döyüntüsü və nəfəs sürətlənir. Bədən özünü təhlükəyə hazırlaşdırır. Amma panik atak zamanı bunu başladan real təhlükə olmaya bilir. Panik atak adətən 5-20 dəqiqə, bəzi hallarda isə daha uzun çəkə bilər. Simptomlar ilk 10 dəqiqə ərzində ən güclü həddə çatır. Sonra getdikcə zəifləməyə başlayır. Atak keçəndən sonra insan özünü yorğun, halsız hiss edə bilər, amma bir müddət sonra bədən tədricən normal vəziyyətinə qayıdır. Panik ataklar təkrarlanırsa, bu artıq panik pozuntu adlanır və insan növbəti atakın nə vaxt baş verəcəyindən davamlı şəkildə qorxmağa başlayır. Buna görə də müəyyən yerlərdən və vəziyyətlərdən qaçır. Panik pozuntu müalicə olunan bir vəziyyətdir. Bioloji təbabət müalicə mərkəzində fərqli yanaşaraq biz belə pasientlərə əsasən xəstəliyin səbəblərini araşdırıb onları aradan qaldırmaq yolu ilə müalicə üsullarını təklif edirik. Əsas məqsəd xəstəliyi yaradan səbəbləri ortadan qaldırmaq və xəstəliyi yaradan kök ana səbəbləri tapıb ona uyğun müalicə taktikası seçməkdir. Əgər bu simptomları yaşayırsınızsa və ya təkrarlanırsa, fərdi yanaşma və kompleks müalicə üçün bizə müraciət edin.